Burada dedik ki 6 üstə 8 gələndə 14 eləyir. Bərabərdə 30-a. Burada 14'ü soldan sağa keçirsəm 2x bərabərdir. Toplanır yoxsa çıxılır qızım? 14'ü bu üzə Çıxılır. keçirsəm. Bəli, çıxılır. Çıxılır. 30'dan 14 çıxanda nə qalır? 26. Dəqiq olsun. 16. 16. Diqqətli ol. Deməli 16. Sonra hər tərəfi nəyə bölmək lazımdır x-i tapmaq üçün? Bax, tapdıq ki 2x bərabərdir 16'ya. İndi hər tərəfi nəyə bölməlisən x-i tapmaq üçün? 16'ya. Quzu, həmişə tənliyi həll eləyəndə x-i azad eləmək üçün çalışırsan. Bu x-i mühasirədən çıxartmalısan. X-in yanına 2 yapışıb görmürsən, sən x-i qurtarmalısan orada. Yəni buna görə hər tərəfi x-in qabağına bölürsən. Hər tərəfi bölündü, bölünmədi, ancaq x-in qabağına bölürsən. Yaxşı, qarşısında duran qiyməti. Yəni 16'nı 2'ye bölməlisən. 16'nı 2'ye böləndə neçə eləyir? 8. Qurtardı, cavab bundan ibarətdir. Yaxşı qızım? Rahat imiş. Tamam. Silim, yazdın yoxsa necə? Video qeyd almırsınız? Hə. Amma sən ona güvənmə. Ağıllı yaz dəftərinə. Gözləyirəm. Tələsmirik ki biz səninlə. Ona görə ağıllı yaz. Müəllimə, siz məktəbdə dərs keçirsiniz? Yox quzuzu. Hal-hazırda getmirəm. Yəni bu mənim öz seçimimdir deyə getmirəm. Bilirsən də indiki məktəblərin halı, vəziyyəti. Əvvəl məktəblər ikinci evimiz idi. İndi isə məktəbdə vəziyyət o deyil. Hamı məktəbdən qaçır, çox təəssüf ki. Hemen yazdım. Deməliyim. Yaxşı. Qızım, indi bir misal verirəm, özün əldə eləyirsən. 2 vurulsun x minus 4 çıxılsın 6 bərabərdir, misal üçün 20'ye. Bu tənliyi həll edelim. Hadi bakalım. Mən özüm məktəblərdə olmuşam. 83 nömrəlidə, 211'də. Amma ki məni çağırsalar da mən getmirəm də. Çünki vaxt məsələsindən bizə sərf eləmir da işləmək. Müəllim, istəyirəm. Biz bayaq ki 14'ü hardan almışdıq? Hə, 6'nı 8'i toplamışdıq. Həm 9. 9. İzah elə indi bir dənə. Elə ki, 2 mənfidir bizdə. 8'den çıxdım 6 elədi 20.
20 yazırıq da. 2x üstə gəl 2. Üstə gəlmişəm. Aha. Düz gəlmişəm. Hə, bərabərdir 20. Olsa deriz. 2x bərabərdir 20 çıx 2 yazmışam. 2x bərabərdir 2. X-i da elə bil ki 18 də bölmüşəm 2-yə 9. Quzusu, bir vurub açırıq, bir yerdə səhv eləmirsən. Burada çıxmadı deyə yazırsan ki 2x çıxılsın 8. Çıxılsın 6 bərabərdir 20. Razısan? Hə. Tamamdır. Mənfi 8-dən 6-nı çıxanda neçə eləyir qızım? Müsbət Yox. İşarələr eyni İki də. olanda nə olurdu? İşarələr eyni olanda nə olurdu? ay toplanırdı. İşarə qalır, toplanır. Mənfi 14. O mənfi 14-ü də bu üzə keçirdəndə işarəsi nə olur? Mənfi müsbət. Asıl olur 20 plus 14. Yəni sənin misalın 2x bərabərdir 34-dir. Buradan hər tərəfi 2-yə bölsən x bərabərdir 17. Tamam? Evet. Tamam. Sö. Daha sonra qızım indi bir sualı verirəm. Deməli, yaz. 3 vurulsun x deməli olsun 2x. 2x üstə gəl 8. Deməli çıxılsın 4 bərabərdir 36-ya. Yox, 36 olmasın. 32 olsun. 32. Şu. Hadi bakalım. Görək necə hesablayacaqsan. Burada 2x üstüne 8 gələcəm. Çünkü yanında qiymət var axı, yaxud ki x-imizin yanında qiymət yox idi deyə vurmuşduq onu digər qiymətə. Bəli, vurmalısan. İndi ikisine de vurmalısan qızım. Bax, bunu vurursan buna 3 vuruq 2-yə 6, 3 vuruq 8-ə 24. 4 çıxılsın 4 bərabərdir 32. İndi bunu hesablamaq sənin ixtiyarındadır. Buyur. Bu bir sıra kimi deyil. Yazacaqsan. Yirmi eləyir də, 20, deməli 24-dən 4 çıxanda 20 cavab alırıq. Sonra o 20 müsbət 20'dir. Soldan sağa keçirtsən nə olacaq? Mənfi olacaq. Mənfi 20. Mənfi 20 olacaq. 32'dən də 20'ni çıxırsan qalır 12. Yəni 6x bərabərdir 12'yə. Hər tərəfi 6'ya böləndə x bərabərdir neçə? Hər tərəfi 6'ya böləndə 2. Ay, sol. Aferin sənə. Tamamilə doğrudur. Deməli belə. Qəşəng. Başa düşdük deyilə? Bəli. İndi gəl bölmənin tənliyinə baxaq. Bölmənin tənliyinə baxaq. Misal üçün x bölünsün 3 bərabərdir 8'ə. Quzu, burada x-i tapmaq üçün, bax bu x-i tapmaq üçün. Bunlar yanaşıdır deyə, bunlar bir-birinə vurulur. Tamam mı? Amma bu olsaydı misal üçün deyirəm, bax 8 bölünsün x bərabərdir 2 olsaydı, bu x ortadadır da, elə deyilmi? X ortada olduğuna göre bunları bölür. Yani 8'i bölürsen 2'ye cevap 4. Anlayırsan mı? Deməli, bəli. Aha. Deməli, quzusu, indi bircə dəqiqə.
Deməli, indi misallar deyirəm, baxırsan. X bölünsün 4 bərabərdir 7-yə. 2x bölünsün 8 bərabərdir 6-ya. Daha sonra yenə x bölünsün 7 bərabərdir 3-ə. Bunları tapırsan, indi özün fikirləş. Daha sonra 10 bölünsün x bərabərdir 5-ə. 20 bölünsün 2x bərabərdir 5-ə. İndi quzusu, bir dənə buna bax, bircə dəqiqə qayıdıram mən. Yaxşı. Aha, bizim. Gəl başlayaq. Deməli belə. Quzusu, hadi bakalım. Biz buradan x-i tapmaq üçün cavab nədir? 28. Aferin sənə. Bəs burada görəsən. Müəllim, orada 2x-ə fikir veririk. 2x bərabərdir nəyə? 48-ə. Ay, sol. İndi x-i tapmalısan deyə x-in qabağında əngəl var da. Hər tərəfi nəyə bölməlisən? 2-yə. Ay, sol. 48-i 2-yə böləndə elə bil 4-ü bölürsən 2-yə, eləyir 2. 8-i də bölürsən 2-yə, eləyir 4. 24 eləyirmiş. Tamam mı quzusu? Başa düşürsən? Həmişə x-in əmsalında bir ədəd olsa ona böləcəksən. Tamam mı? Mən Bizim 21. hə, ay sol 21 düzdür. Sonra o birinə keçək. Bəs burada 10. burada Bəli. araya x girəndə bunu buna nə etməliyik? Vururduq onu ama. Yox, bu vurma deyil. Uca x bunları bölüb 2-yə. Ona görə bölməlisən. X ortalarına girib də ayırıb bunları. Ona görə sən bölməlisən. Bölmür. Necə? 5 eləyir. Quzu, onu 5-ə böləndə neçə edir? 10 manatın içində neçə dənə 5 manat var? 2 dənə müəllim. Nə? Onu 5-ə böləndə 2 edir. Yaxşı? Hə, bildim. Tamam mı? X ortalıqda olanda bölürsən. Kənarda olanda vururdun ama. O birisi de ki 4. Ay sal. Ama 2x bərabərdir 4. Ha. İndi buradan da x'i tapmaq üçün hər tərəfi nəyə bölmək lazımdır? 2'ye. Neçə eləyəcək 4'ü 2'yə böləndə? 8. 4'ü 2'yə böləndə vuranda yox. 2. 2, yaxşı. İndi səhv eləmə haqqım var. Bax, bu bir ay hazırlaşır. Vay o bir aydan sonra səhv eləyəsən. Ondan sonra canını alacağım səni. Yaxşı? Yaxşı. Tamam, silirəm bunu. Deməli belə. Qızım, başa düşdük belə. Problemimiz yoxdur ki. Yox. Tamam. İndi bölmənin də dediyi ən vaciblərindən biri idi. Sənə biraz qarışıq, fikrini qarışdırmaq istədiyim misallar verəcəm. 2 olsun. X üstə gəl 3. Çıxılsın 8. Bərabərdir x üstə gəl 40. Biz burada Hə, de. 2 vururuq 3'e 8'in de üstüne 40 gelecek. Yoksa yok. Necə? 2'ni vuracağıq 3'e. Bəli, birinci 2'ni x plus 3'ə vurursan. Neçə eləyir? Sonra 2'ni 3'e vuranda şey eləyir 6. 2'ni x'ə vuranda 2x, 2'ni 3'ə vuranda Hə. 6. Yaxşı? 1-1 Hə. vurursan. Bir evə qonaq gedirsən. Qonaq gedəndə biri ilə görüşüb, o biri ilə görüşməyəcəksən. Hamı ilə görüşərsən də bu 2 də qonaq gedir bu ailəyə. İkisinə də vurulmalıdır, tamam mı? Aha. Sonra Çıx 8. 8 Sağın davamını olduğu kimi yazırıq. Yaxşı? Hə. Bizim 6-dan 8 çıxanda nə qalır? Çıxa bilmirik də. Onda mənfi eləyir deməli. 8-dən 2 çıx. 8-dən 6 çıx. 2 mənfi 2. Mənfi 2-ni bu izə keçirdəndə toplanır yoxsa çıxılır? Mənfidirsə üstə gəlir də. Ay, 42. 40-ın üstünə 2 gələcəksən 42. Quzu, bu x-i də bu izə keçir dərsən ki,
Day x-in nəsli bu tərəfdədir də. Bunu da keçir bu tərəfə hesablansın. Sənin misalın olur 2x çıxılsın x bərabərdir 42-yə. Tamam mı quzu? Aynen. Bir tane yazdım bunu. Tamam yaz. Müəllim məzunlarınızdan var bu il gedən Bəli, 19 bəli. aprel imtahanı. Bəli, bəli, var. 7-8 nəfərdir, bilməm 10 nəfərdir, neçə nəfərdir məzunlardan belə var. Deməli, inşallah ki, bu bazar imtahanlardır. Açığı məzunlarla sıfırdan hazırlaşdığımız orada cəmi bir xanım var. Digərləri indi 2 aylıq, 3 aylıq qoşulanlardır da. İndi maksimum sürətdə əldə edəcəyimiz nəticəni görəsiyik. İndi amma əsas nəticə sıfırdan başlayanlarda olur qızım. Sıfırdan başlayan uşaqlar minimum 18 plusla gəlirlər üstümüzə. Bu da bizi qane eləyir də. Yəni minimum 18 plus gözəl nəticədir. Amma deməli ortadan başlayanda 2 ay 3 ay çatdırmaq qeyri-mümkündür. Yəni o ancaq təkmilləşmə dərsi olur və o da indi nə öyrənmisənsə üstünə qoyursan. Belə ümid edirəm ki, yaxşı olar. Üçün yaxşıdır 18. Bəli, bəli. Amma birinci qruplarımız, ikinci qruplarımız 22 plus, 20 plus nəticəni gətirirlər. Həmd olsun ki, yəni nəticəni görürük, göz qabağındadır. Qızım, bir də onu deyim ki, bizim bu ilki məzunlarımızdan dediyim kimi 1-2 nəfər var ki, yüksək səviyyədədir. Onlar nəticə gətirəcəklər. Amma digər xanımlar yaşları çoxdur da, 30-35, 40-a yaxın yaşlarda xanımlar hazırlaşır. Yəni bizim üçün onlar 10 plus yazsa sərf edir də, çünki onların kolleci falan istəyirlər. İnşallah ki, ümid edirik ki, yazacaqlar. Deməli qızım, 2x-dan x çıxanda bir dənə x qalır. Bərabərdə 42. Doğrudur. Yaxşı? Hadi. İndi bunu silirəm, başlayaq. Deməli, sən tarixdən Fərzəli müəllimlə hazırlaşırsan, yoxsa necə? Bəli, müəllim. Ah, bu Fərzəli müəllim. Tarix müəllimlərini normalda heç sevmirəm, amma sülh sazişi bağlamışıq müəllimlə ki, bəs tarix müəllimi ilə vurmayasıyıq aramızı. Riyaziyyat müəllimləri ilə tarix müəllimləri heç amma heç tutmur. Uşaqlara görə... Nədən də? Nədən də o? Bizdə də var idi. Xoşu gəlmirdi Nəzər müəllim riyaziyyat. İki hegemon əslində fən sayılır. Riyaziyyat bilirsən ki, ana dilimiz kimi bir şeydir də. Həyatın təməli riyaziyyatla başlayır. Tarixdəki tariximiz, keçmişimiz, gələcəyimiz də ən vacib məsələlərdən biridir. İndi bir növ iki qoçun başı bir qazanda qaynamaz məsələsi var, hə. Ondandır. Bizdə müəllim həmişə oxuyanda qızlar tarixi 3-cü qrupa hazırlaşanda müəllim əsəbləşirdi. Deyirdi ki, riyaziyyatı oxuyun, birinci qrupa verin. Bəli, elədir. Deməli, 19, 30, 40. Всё. Bunu hesablamaq lazımdır. Üstəgəl olsun. Misal üçün 3x. Belə bir şey. Mənim bir tarix müəllimi dostum var idi. Bəs uşaqlar aramızı burada da ciddi mənada aramız yerli dibli deydi. Mən burada cavab bir eləyir. Yoxsa üstə gəlirik. Qızım vurub açmasını da yazın. Deyim müəllim, mən necə elədim? Buyur. Elə bir ki, 4'ü vurdum x'a, sonra 3'e, 4x üstə gəl 12. Üstə gəl 7 bərabərdir 40 üstə gəl 3x. Elə? Tamamdır. Sonra 4'dan çıxdım 3x'ı 1 yazdım. 1x bərabərdir.
Ədəd hissəsini də hesabla da. 12 üstə 7 gələndə 19. Müsbət 19-u bu izə keçirdəndə çıxılır yoxsa toplanır? Çıxılır. Ay, sol. 40-dan da 19-u çıxanda qalacaq 21. Vəsiyo, cavabdır. Yaxşı, 1x bərabərdir 21-ə. Tamam mı qızım? Bəli, bəli. Vəsiyo. Silin bunu. Bəli. Tamam, başa düşdün də bu hissəni, elə deyilmi? Tamam, vəsiyo. Daha sonra bircə dəqiqə. İndi səninlə biraz işi yenə də gəlizləşdirək. Bax, olsun 2 vurulsun. Bax qızım, sənin elə bil məntiqi təfəkkürünü inkişaf eləməlidir. Ona görə ancaq bu məsələlər üzərində işləyirəm. Çıxılsın. X vurulsun olmasın. Deməli, 3 vurulsun. Bunu 2x eləyək. X minus 4. Bərabərdə atıram 20-yə. Belə bir şey. Köçürtdüm. Bir dən buranı dəyişdim ha. Gördün, x-in əmsalını 2 elədim. Bu hissəni. Qızım, birinci öz ixtiyarına buraxıram. Bax, bircə saniyə qayıdıram. Yaxşı. Aha, qızım. Başlayaq. Deməli, quzusu. Bəli. Həddir? 8 eləyir. 8. Ola bilər. Gəl yoxlayaq görə edir, yoxsa yox. Bax, birinci 2-ni vurduq mötərəzənin içinə. Nə alındı deyiyorum? Aha, 2-ni vurduq 4x. Üstə gəl. Üstə gəl 6. Ay, sağ ol. Qəşəng. İndi bu -3'ü x-ə vuranda eləyir -3x. Sonra bu -3'ü -4'ə vuranda müsbət 12. Elə? Çünki orada işarə dönür. Qabaqdakı mənfiyə görə bunun işarəsi vuranda dönür. Yaxşı? Bir də orada diqqətli olmaq lazım idi. Quzusu, 4x-dən 3x çıxanda neçə x qalır? 1. 1x. 1 yox, 1x denən, tamam. 6 üstə gəl 12. Neçə eləyir? 20. 6'nın üstünə 12 gələndə. Mənim 10 gələ bilmirdi, ona görə 12-nin üstünə 6 gəldi. 6 manatın üstünə 12 manat gələnmirsən? Hə, müəllim. 6-nın üstünə gəldi, 20 eləmir. 12 manatın üstünə 6 manat gəl görüm. Ay müəllim. 27. Aman Allah'ım, bu qulaqlar nələr eşidir. 12'nin üstünə 6 gələndə. Quzu, eyib deyil ha bilməmək. 6'nın üstünə 2 gələndə neçə eləyir? 28. Quzu, 6'nın üstünə 2 gələndə neçə eləyir? 28 eləmir. Qızım, onu qoy kənara. 6'nın üstünə 2 gələndə neçə eləyir? 6-nın üstünə gələndə 8 müəllim. Denən də bunu 8 eləyir. Bir də sürüşüb düşür aşağı. 18 eləyir. 28 yox. Yaxşı? Hə, müəllim. Yaxşı, bunu silirəm. Diqqətli ol. Mən sənə soruşduğuma cavab ver. Yəni bilməmək eyib deyil. Sadəcə amma ki ehtiyatlı ol ki səhv eləməyəsən. Hə, indi bu 18-i bu izə keçirdəndə toplanır yoxsa çıxılır qızım? Çıxılır 2 qalır. Ay, sol. İndi düzəldir. Vəsiyo. Yaxşı? Sən götürüb ona 28 yazmısan. 28-dən də 20 çıxıb 8 eləmirsən də. Canı yanmasın. Sildim. Yazmadınsa geri qaytarım. Yazmışam. Tamam. Quzusu. 4 vurulsun. X çıxılsın 5. Əl çəkən deyil ya. Çıxılsın. 3 vurulsun. X plus 2. Bərabər də ətirəm bir də nə qiyməti 30'a. Hadi bakalım. Öz yerine bırakalım. Özü yaz.
26. 26 izah elə. Elə bil ki 4x 4'ü vurduq x'a, sonra da 5'e 4x yazdım, çıxdım 20. Sonra çıx 3x yazmışam. Sonra da çıx 6 yazmışam. Əla, Bərabər bərabər 30. Aferin sənə. İndi 4x-dən 3x çıxanda nə qalır? 1 qalır. Ay, sağ ol. Mənfi 20-dən 6-nı çıxanda neçə eləyir? Mənfi 20'dən 6 çıxır. İşarələr Mənfi olanda eynidir. İşarələr eynidir. üstə gəlirik də. Bəli. İşarə qalır, ədədlər toplanır 26. 26. 30'a. Bu mənfi 26'nı da bu izə keçirdəndə nə olur? Mənfi desə müsbət olur. Ay, sağ ol. X bərabərdir 56 56. oldu o zaman. Tamam mı? Hə. Sən neçə tapmışdın? 26 ardın Ardın gətirməmişdim. gətirməlisən. İndi bunu silirəm. Gəl sənə bir dənə misal verəm, özün sərbəst yaz. Misal üçün 5 vurulsun x üstə gəl 3 minus 2 vurulsun x plus 4 bərabərdir 18'e. Quzusu, bu ixtisar getməyə də bilər. Yəni nə alınsa qəbulumuzdur. Bir dənə bax, gəlirəm. Özün bax. Buyur izah ver. 5x yazdım. Üstə gəl 15 yazdım. Çıx 2x üstə gəl 8 bərabərdir 18. Sonra 5x'dan 2x'e çıxdım 3x. Bu da mənfi 23 eləyir. Yoxsa müsbət 23. Deməli, 5x-dan 2x çıxdın, nə qaldı? 3. 3x. 3. 15'dən də 8 çıxdın, nə qaldı? 8. Hə, çıxırıq. Hə, çünki bu mənfi 2'dir. Mənfi 2'ni plus 4'ə vuranda mənfi eləyir də, mənfini müsbətə vuranda. Ona görə bunun qabağındakı işarə minusdur deyə çıxmalısan. 15'dən 8'e çıxanda nə qalır? 8. Dəqiq. 15 7. O müsbət 7'dir. Müsbət 7'ni də soldan sağa keçirsən nə olur? Müsbət olur. Müsbəti soldan sağa keçirdəndə Mənfi olur. 200'lü ədədlər çıxılır. 18'dən də 7'nin çıxanda 11 qalır. Quzu, indi burada x-i də tapmaq üçün hər tərəfi 3'ə bölməlisən. Sadəcə 11 3'ə bölünmür deyə elə belə də saxlaya bilərsən. Yaxşı? Tamam, bitdi. İndi quzusu, vurmanın səninlə paylanması qanununu keçəcək ən təməl prinsiplərdir bunlar. Başa düşürsən də heç bir problemin yoxdur ki. İşləyə-işləyə səviyyədə də öyrənəcəksən qızım. Heç kim birdən-birə, yəni gəlib maksimum səviyyəyə çatmayıb. Bizim böyüklərimizin bir sözü var idi. Amerika birdən-birə qurulmayıb məsələsi. Dama. Deməli, mənim gözəl qızım, x çıxılsın 2, vurulsun x plus 8. Misal üçün bunu hesablamalıyıq. Qızım, bunu hesablamaq üçün bir vurma. Bax, burada 2 dənə ailə var. 2 dənə ailə. Bunu necə canlandır? Misal üçün siz gedirsiniz qohumunuz gilə, qonaqlığa. Gedəndə bir hamı hər kəslə görüşür də, elə deyilmi? Misal üçün, bax, bu sənsən. Sən digər ailədəki insanlarla görüşməlisən, tamam mı? Yəni biz bu x-i vururuq x-a, eləyir x-in kvadratı. Çünki eyni şeyə vuranda həmin ədədin kvadratı eləyir, tamam mı? Sonra x-i vurursan müsbət 8-i eləyir müsbət 8x. Tamam? X-i vurursan, vururuz. Bax, bununla, söhbət bununla başlayır. Birinci bunu vurursan x eləyir x kvadrat, sonra bunu vurursan müsbət 8-i, müsbət daxı burada, eləyir müsbət 8x. Sonra söhbət mənfi 2'yə gəlir, çıxır. Mənfi 2'ni x-a vuranda mənfi 2x, mənfi 2'ni müsbət 8'ə vuranda mənfi 16. Razısanmı? Burada bir dənə 8x-dən 2x çıxanda 6x qalır. Yəni sənin misalın x kvadrat üstə gəl 6x çıx 16 şəklində də qalacaq. Tamam mı? Bir dəqiqə yazın. Tamam, yaz. Aha, biz burada 2'ni üstə gəldikdə 8. Necə? Necə oldu birdən burada bir də deyərsin. Tamam, gəl başqa misalın üzərində izahlayım. Bunu silirəm. Deməli belə. Bax, misal üçün olsun x üstə gəl 4
vurulsun, x çıxılsın 3. Bax quzu. Vurmağa birinci əmsaldan başlayırıq bununla, x-lə. Biz birinci bax bu x-i vurmalıyıq buradakı x-a, o bir ailədəki x-a. Tamam mı? X-a vuranda nə etdi? X. Kvadratı. X'in kvadratı. Ay sol. Sonra bu x-lə işimiz qurtarmadı. Bunu bir də vururuq buradakı mənfi 3-ə. Tamam mı? Eləyir mənfi 3x. Razısa? Bəli. Ücre qutardı da bu ailədə 2 nəfər var idi. Bu x salamlaşdı x ilə. İkisinə də vuruldu. İndi qutardıq bundan işimizi. Keçək ikinciyə. Yəni burada müsbət 4 var. Bu müsbət 4-ü x-ə vuranda eləyir müsbət 4x. Sonra bu müsbət 4-ü mənfi 3-ə vuranda eləyir mənfi 12. Tamam mı? Deməli, bu da eləyir x kvadrat çıxılsın. Mənfi 3-ün üstünə 4 gələndə nə edir qızım? Mənfi 6. Mənfi 3-ün üstünə 4 gəlirsən. İşarələr müxtəlifdir. Birinin qabağı müsbətdir, birinin qabağı mənfidir. İşarələr müxtəlif olanda nə olur? Mənfi 7. Quzu, işarələr müxtəlif olanda nə olur? Müxtəlif olanda, böyük olanda balaca çıxılır, böyük işarəsi qalır. Onda olacaq. Ay, bir dənə x olur. Çıx 12 misalın davamıdır. Qayda ilə qızım, qayda ilə bədahətdən mən özüm müneccim deyiləm ki, baxım görəm nədir. Bədahətdən işinə gəlmir. Hamısı qaydaya əsaslanır, tamam mı? Başa düşdü? Çətinin yoxdur ki. Qorxmursan ki riyaziyyatdan. Yox, müəllim. Çox misal işləmək lazımdır. Hə, ay sol. Ona görə mən sənə bu misalların tiplərini işlədirəm, qızım, təkmilləşəsən. Quzusu, olsun x minus 4 vurulsun x plus 5. Bir bunu hesabla. Son olarak. Bir de 2x minus 1 vurulsun x minus 4. Bunu hesaplamak lazımdır. Hadi bakalım. Birinci 2 dakika vaxt verirəm. Sərbəst özün fikirləş, sonra birlikdə təhlil eləyək. Cavab 1 olur. Yəqin x-ların cəmini deyirsən. Mən isə soruşum. Hə. Eşidirsən məni qızım? Bəli, bəli, Tamam, bəli. bir vurub açmasıdır. Birinci bu x-ə vurdun, nə aldın? X'in kvadratı. Sonra bu x-i vurdun 5'ə, nə aldın? 5x. Sonra bu mənfi 4'ü vurdun x-a, nə aldın? 4x. Mənfi 4x. Sonra bu mənfi 4'ü də 5'ə vurdun, mənfi 20 aldın. Elə? Burada olur x kvadratı. 5x-dan 4x çıxanda bir dənə x qalır. Bəli, çıxılsın 20 cavabdır. Yaxşı? Tamam. İndi ikinci misala bax. Gəlirəm. De görüm necə? 4 olur. Necə? 4 olur. İndi 4 nə 4? Axı biz həmişə misalı bu şəkildə tapırdıq. Burada 4. Müsbət 4 olacaq. İndi quzu bir vurub açmasın de. Elə bir ki 2x vurduq x-a, elədi 2x'in kvadratı. Allah. 2x'i vurdum mənfi 4 elədi nə? 4x. 2x'i 4'ə vuranda 2 4'ün 8 eləmir. 8x. Yaxşı? Orada çıxdıq, yazdıq. Sonra mənfi 1'i də mənfi 4'ə vuranda müsbət 4'ə. Bu sən deyirdinsə düz deyirdin. Bu olur 2x'in kvadratı. Mənfi 8x'dan x çıxanda quzu. İşarələr eyni olanda işarə qalır, ədədlər toplanır. Tamam mı? Cəb bundan ibarətdir. Tutursan söhbəti. Bəli, müəllim. Tutmağını tuturam.